20 fevral 2026-cı il Salyan rayon Daykənd kənd mədəniyyət evində 1-ci Qaradağ müharibəsi şəhidi Arif Nağıyevin şəhid olmasından 32 il ötməsi anım günü keçirildi. Həmən tədbirdə biz də vətənpərvərləri bir nümayəndəsi kimi və rayon icra hakimiyyətinin əməkdaşları, ictimai fəallar, İctimai Nəzarət Təşkilatının rəhbərləri və Arif Nağıyev adına Daykənd kənd məktəbinin müəllim və şagirdləri iştirak etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, müharibə iştirakçılarına da can sağlığı versin. Düşman at oynadı Araz boyunca, kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan ol, kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan ol. Şuşa yaylağını siz duman aldı, kar bülbülün gözleri doldu. Topxana